Bir daha salamlar. Vaxtımızı almadan hemen sunuma geçim. Demek benim mövzum febri nötropenidir. Febri nötropeni hazırlanması için müxtəlif qaydalara, kılavuzlara başvurdum. Demek febri nötropeni nedir? Febri nötropeni İTSA'nın verdiği tarife göre nötropeni xəstələrdə temperaturun 38-3 dərəcənin üzerinde olmasa veya 1 saatin üzerinde devam eden 38 derece bir temperatur. Bəs nötropeni nedir? Nötropeni 1500'ün altında olduğu zaman nötropeni artı tanımlamasına girir ama şiddetli nötropeni 500'ün altında olması ama bir de derin nötropeni ise 100'ün altında nötrofillerinin olmasıdır. Tabii ki nötropeniye sebep olanlar kimyoterapevtik, immünosüpresif dermanlar da daha çok onlar düşünür ama aynı zamanda antibiyotikler, diüretikler, diğer dermanlar ve infeksiyonlar, autoimmün prosesler ve hatta vitamin eksiklikler de nötropeniye sebep olabilirler. Nötropeni kızdırma 3 formada özünü gösterir. Birinci, mikrobiyolojik olarak dəqiqləşdirilmiş bir infeksiyon. Yani hem klinik infeksiyon ocağı var, aynı zamanda da patogeni de aşkar eləmişik. İkinci, klinik olarak bir infeksiyon var. Mesela selülit pnömoni var ama patogeni təcrid edə bilmirik. Bir de var sebebi bilinmeyen bir kızdırma. Hansı ki ne klinik ocağı bellidir ne de patogen belli değil. Mütləq xəstəlik bir ağırlaşma riski baxımından dəyərləndirilməlidir. Bunun için Talcott qaydaları, MAS skoru bir de klinik indeks balı dəyərləndirilir. MAS skorunda maksimum değer 26'dır ve 21'in üzerinde olduğu zaman bu aşağı risk olarak değerlendirilir. Talcott qaydalarında 4 grupa bölünür. Hansı ki bu biri stasionar xəstələrdə, 2 grup, ikinci grup keskin komorbidi olan ama aynı zamanda yatış tələb olunan xəstələr, üçüncü grup komorbidi olmayan ama kontrolsüz bir xəstədir. Dördüncü grup hem kanser kontrolü var, aynı zamanda da əlavə yanaşı bir xəstəliyi olmayan xəstə grubudur. Bir de klinik indeks balı da değerlendirilir. Aşağı risk 0 baldır, orta risk 1-2 bal, yüksek risk ise 3 ve üzerinde olduğu zaman biz onu yüksek risk olarak değerlendirilir ve burada 7 gün ərzində ağır nötropeni varsa 500'ün altında, aynı zamanda MAS sonra 21'in altında veya indeks balı 3'ün üzerindeyse bu yüksek riski xəstə grubuna girir. Tabii ki bununla da əlavə yanaşı xəstəliyi olanlar da kronik xəstəliyi olanlar ve davamlı 2 ay ərzində alimtuzumab istifadə edənlər, kontrolsüz progresif kanseri olanlar ve karaciğer ve böbrek çaşmaması olan xəstələr də xəstəliyin riskini ağırlaştıran faktorlardır. Xəstəlik necə idarə olunur? İlkin bir profilaktik dərman verilen xəstələr ve infeksiyonun qarşısını almaq üçün təkrarlanırsa biz buna ikincili olarak profilaktik dərman veririk. Empirik terapiya təxmin olunan bir infeksiya karşı önceden verilmiş bir müalicədir. Bir de preemptiv terapiya var ki daha önceden erken subklinik infeksiyanın mövcudluğunu aşkar eləmək üçün önceden aparılan antigen ve moleküler analizlere göre verebileceğimiz immünosüpresif dermanın bu riski artıracağına göre verilen dermandır. Mesela valsite profilaksisini buna misal gösterebilirik. Termometreler, muhtelif termometreler istifade olunur. Burada önemli olan rektal termometreler nötropenik ve trombositik xəstələrdə istifade olunmaması. Çünkü qanaxma ve travmaya bağlı olarak bakteriyeme riskini artırır. Patogenize təsir eden amiller hem kimyoterapiyanın özüdür, aynı zamanda bədxəstəliklə bağlı özünün immun sisteminin de pozulmasıdır. Burada mesela miyelom, kaleli ve splenektomi xəstələrdə xüsusilə anormal antitel istehsalına bağlı olarak kapsül bakteriya riski yükselir. Bunlar hansılardır? Pneumokok, hemophilus, influenza ve meningokoktur. Limfomaya bağlı olarak ise T hücre qüsurları olur. Burada da tabii ki hücreye daxili patogenlerin yoluxma riski artırır. Bunlar listeriyadır, salmonelladır, kriptokoktur ve Mycobacterium tuberculosis'tir. Bir de yüksek dozda glikokortikoid yani steroid istifade edenlerde ise daha çok pneumocystis jiroveki ve geçmiş adı kareni riski yüksektir. Febri nötropenide təxminən 20-30% hallarda mənbə müəyyən edilir ki, hansı ki bunların da 10-25%i də bakteriyem ilə təsdiq olunur və 80% bakteriyemə səbəb xəstənin endogen florasıdır.
Daha çok gram pozitiflerdir. Aynı zamanda gram negatifler de etkendir. Ama görürsünüz tanımlanmayan, daha çok hissəni tanımlanmayan bir patogenlerdir. Hansı ki daha çok düz dedik bakteriyalardır ve gram menfi bakteriyalardan daha çok ciddi infeksiya sebep olan Pseudomonas aeruginosadır. Gram pozitiflerden Staphylococcus epidermidis daha çok görülse de ama ciddi infeksiya sebep olan bir Staphylococcus aureus'tur ve viridans ve enterokoklardır. Anaerob infeksiyalar da infeksiyalar sebep olabilir. Xüsusilə netropenik enterokarite ve abdominal infeksiyalar sebep olur. Ama polimikrobiyal infeksiyalar nadir görülse de zaman geçtikçe bunun da sıklığı artmaktadır. Bunlar ve gördüğümüz gibi 1950'ci illerde daha çok gram pozitifler ön plandaydısa 70'ci illerde gram pozitifler giderek azaldı. Gram negatif ön plana geçti. 90'cı illerde yeniden gram pozitifler artmaya başladı. Bu neye bağlıdır? Uzun müddetli kalıcı venöz kateterlerin istifadesi gram pozitif riskini artırır. Ve aynı zamanda netropenik kızdırmada esasen gram menfi patogenleri ve Pseudomonas aeruginosa əhatə etmək için empirik antibiyotik rejimlerin tətbiqinə bağlıdır ve daha yeni kimyoterapiya rejimlerinin tətbiqidir. Mesela burada son zamanlarda bu araştırmalarda gösterir ki çok antibiyotika davamlı gram negatif bakteriyaların meydana çıkmasıyla bu fark azalıb. Yani negatif yeniden ön plana geçir ama mesela çalışmalarda gram müsbət ve gram menfi bakteriyanın nisbəti təxminən 60'ın 40'a nisbətindədir. Bu çalışmada ise 499 bakteriyemiya vakasında 57%'in bunun gram müsbət təşkil edib, 34%'inde gram menfi organizmə, 10% ise sadece polimikrobiyal olarak listelənib. Fungal patogenler xüsusilə də aşağı riskli xəstələrdə və neutropeniya xəstələrdə ilk qızdırma epizodunda fungal patogenler nadirdir. Daha çok devam eden kızdırmalarda ve yüksek riskli xəstələrdə ortaya çıxır. Bu çalışma mesela 10 illik bir çalışmadır. 69% xəstələr otopsi materialında invaziv göbək infeksiyaları aşkar edilib febri neutropeniyadan vəfat edən xəstələrdə. Ama bunu nəzərə almaq lazımdır ki, tədqiqat antifungal profilaktika aparılmadan önce aparılmış bir tədqiqat olduğuna göre %69 fungal patogenlərə bağlı ölüm qeydə alınıb. Fungal patogenlər deyilən daha çok Candida ve Aspergillus'u nəzərə alır, daha çok görülen bunlardır ve bazen kızdırma kandideminin yegane bir tezahürü olarak ortaya çıkabilir. Ve kimyoterapiden sonra daha çok kandidası xəstələrdə hepatosplenik tutulma ve kandemi ile özünü gösterir. Kandemiler daha çok Candida albicans sebep olsa da nol albikanslardan da glabrata, parapisiloz ve diğerleri de görülür ve xüsusilə də fluconazol profilaktikası aparılan xəstələrdə daha çok non albikans kandidemiyaların payına düşür. Aspergillus ve mukormikoz da hem yukarı hem aşağı teneffüs yolları infeksiyasına sebep olabilirler. Ama aynı zamanda merkezi sinir sistemi, sümük ve deri infeksiyonu da bu xəstələr, törədicilər bağlı görülür. Viral patogenler daha çok seropozitif xəstələrdə sonradan latent infeksiyonun kimyoterapiye bağlı olarak aktifləşməsi əlaqədardır. Mesela herpes simplex 1 ve 2 ama əlavə olarak gıda borusu, ezofaget tutulumu, deri tutulumu, ensefalit ve miyelite de sebep olabilirler. Aynı zamanda VZV infeksiyonu da daha çok kemerlerce demir formasının özünü gösterir. Ama mesela cemiyette görülen yani toplum kökenli diye ki respirator virüsler herkes kimi bu xəstələri de yoluxabilir ve xüsusilə immun supresyonun derecesine bağlı olarak xəstəlik daha şiddetli formada keçebilir. Yaxşı, xəstəxanada ilk müayinəni etdik, ilkin laboratuvar analizleri götürdük, riski müəyyən etdik, kan kültürlerini aldık. İlk antibiyotik dozası ne zaman başlamak lazımdır? Bunu geciktirmeden ilk 30-60 dəqiqə ərzində ilk antibiyotiki başlamak lazımdır. Niye başlamak lazımdır? Çünkü araştırmalar onu gösterir ki netropenik xəstədə antibiyotik başlaması geciktirsə %70%'e kadar ölüm riski artır. Başka bir çalışmalarda mesela burada 2731 xəstə üzerinde aparılıb sağ qalma şansını eğer her bir saate geciktirme 8% azaldır.
və başqa bir çalışmada da burada da mortalite 28 günü mortalite riski 18% artdığı göstərilib. Diagnostik qiymətləndirmə empirik antibiotik müalicəsi başladığından sonra xəstənin hər tərəfli anamnezi, ətraflı fizik müayinəsi aparılır. Həm laboratoriya, həm eyni zamanda şübhəli qan kültürləri alındıqdan sonra şübhəli bölgələrdən də mikrobiyoloji testlər götürülməlidir və ehtiyac varsa görüntüləmə yöntəmləri də mütləq aparılmalıdır. Yaxşı, nə başlayarıq ilk empirik bir müalicədə? O zaman riski dəyərləndirirsə, əgər standart olaraq 7 gün altında və risk qrupunda, aşağı risk qrupunda o zaman oral antibiotiklər başlaya bilərik. Məsələn, hamımızın bildiyi ciprofloxasin, augmentin və tək başına levofloxasin belə başlaya bilərik. Amma risk yüksəkdirsə və 8 gün üzərində davam etsə, bu zaman direkt intravenoz dərman, antibiotiklər, piperacin, tazobaktam, ceftazidin, cefepim və hətta karbapenemlərə başlaya bilərik. Əgər ikinci qrup dərmanlarda isə artıq intravenoz dərmanlarla əlavələr oluna bilər. Burada hətta qram pozitivləri də əhatə edən vankamisin və yaxud aminoglukozid də əlavə edə bilərik, əgər temperatur davam edirsə. Bəs nə zaman qram pozitivləri düşünməliyik? Əgər hemodinamik olaraq stabil olmayan xəstə, şiddətli septik xəstə, eyni zaman pozitiv qan kültürü verirsə, boyamada qram pozitiv etken görsə, empirik başlaya bilərik. Kateteri olan, dəri və yumuşaq toxuma infeksiyonu olan xəstələrdə və eyni zamanda şöbədə kolonizasyonu olan, məsələn, MRSA kolonizasyonu varsa o bölümü şöbədə, empirik müalicədə yenə də vankamisin əlavə edə bilərik və bir də şiddətli mukoziti olan xəstələrdə də vankamisin əlavə oluna bilər. Bəs empirik antibiomikrobiyal müalicədə nə zaman psevdomonas kombinasyon müalicəsi başlanmalıdır? Bu da xüsusən də əgər infeksiyon nisbəti mediri bakteriyami nisbəti şöbədə varsa, kültür nəticəsi çıxana qədər və daha öncə də o xəstələrdən, digər xəstələrdə izole edilən bir infeksiyon riski varsa, o zaman kombinə başlamaq daha önəmlidir. Məsələn, meranem amikasin, yəni karbapenem amikasin və karbapenem fluorokinolon kombinasyonu başlamaq tövsiyə olunur. Bu antibiotiklərin dozlarıdır, renal klinestlər üzəri. Yaxşı. Demək, ilk xəstə gəldiyi zaman mütləq təbii ki, xəstə dəyərləndirilir, risk dəyərləndirilir. Əgər risk aşağıdırsa, o zaman xəstəyə baxırıq. Xəstə xəstəxanaya yaxın qalırsa, telefonla əlaqə saxlaya biləriksə, o zaman və təcili xəstəxanaya gəlmə belə deyəm, durumu varsa, o zaman oral antibiotiklə başlayıb xəstəni izləyə bilərik. Yox, əgər riskli bir xəstədirsə, o zaman direkt intravenoz dərmana başlayırıq. Əgər temperatur davam edirsə, 2-4 gündən sonra təkrar dəyərləndirilir. Əlimizdə kültür nəticələri varsa, kültür nəticəsinə görə yenidən düzənlənir. Kültür nəticəsi yoxdursa, kliniki vəziyyətinə görə intravenoz alınan dərmanlar yenidən düzənlənə bilər və burada artıq qram pozitivlər və əlavə oluna bilər və eyni zamanda qram negativ kombinasyonları da yenidən gözdən keçirilə bilər. Yox, əgər demək ki, 4 günün üzərində davam edən bir temperatur varsa, o zaman klinik stabiliyinə baxacaq. Klinik stabildirsə, o zaman xəstə və miyoloid cavab reaksiyası varsa, xəstə izlənə bilər. Yox deyilsə və əlimizdə kültür nəticəsi artıq təsdiq olunubsa, kültür nəticəsinə görə müalicə düzənlənir. Bunlar da yoxsa, o zaman davam edən temperatur mütləq antifungal bir müalicə əlavə olunmalıdır. Yaxşı, antibiotik müalicəsinə baxırıq, temperatur davam edir. Dedik ki, 5-7 gün ərzində mümkün törədicilər kandida, aspergillus və mukor ola bilir. O zaman xüsusilə də bu aşağı xəstələrdə nadir olsa da yüksək riskli xəstələrdə yüksəkdir. O zaman biz antifungal bir müalicə başlayırıq. Düzdür, tomografiya qalaqdamandan aspergillus PCR testi istənilə bilər, amma unutmaq lazım deyil ki, yalancı pozitivlik də ola bilir. Xüsusilə beta-laktam antibiotik alanlarda parenteral qidalanmada, intestinal mukozitdə və qan transfuziyası aparılanlarda bu yalancı pozitiv nəticə verə bilər. Bəs müalicədə nə verə bilərik? A1 səviyyəsində lipozomal amfiterizin B və kaspofungini istifadə edə bilərik. Empirik antibiotik müalicəsi bəs nə zaman dayandırılmalıdır? Riskə baxacaq. Aşağı riskli bir xəstədirsə,
konkret bir infeksiyon kaynağı yoktur, temperatur yok ve kliniki olarak yaxşılaşma varsa, o zaman neutrofil sayısı da 500 üzerindedirse, klinik yaxşılaşmadan 48-72 saat sonra antibiyotik müalicəsi dayandırıla bilər. Yox, əgər 500'ün altındadırsa, en az 7 günlük qızdırması dövrdən sonra antibiyotik müalicəsi dayandırılmalıdır. Risk yüksək xəstədirsə, o zaman müxtəlif rəhbərlər var. Mesela İTSA nə deyir? Neutrofil sayı 500'ün üzərində olana qədər biz antibiyotik müalicəsini davam etdirməliyik. Xülasə olaraq, neutropeni qızdırma ciddi bir sağlamlıq problemidir. Diaqnoz, müalicə və təqib üçün ətraflı müayinə çox vacibdir. İlk antibiyotik dozası 30-60 dəqiqə ərzində başlanmalıdır. Gecikdirmiş müalicə ölüm riskini artırır və antibiyotik seçimi və müddəti də xəstəyə görə dəyişir. Təşəkkür edirəm.